Bilirsiniz ki, bizim müraciət edən adamların böyük bir əksəriyyəti baş ağrısına müraciət edirlər, migrenlə. Çünki onun yine dərmanla müalicəsi olmadığı üçün insanlar əziyyət çəkirlər. Bütün yaş dövründə uşaqlarda da olur, böyüklərdə də olur, hər bir adamda olur və insanlarımız əziyyət çəkirlər baş ağrısından. Baş ağrısı onun da müalicəsində Doktor Seyfəddin klinikasında təbii sullarla insanları baş ağrısından azad edirik. Çünki onun yenə deyirəm, iynə dərman müalicəsi yox. Deyir, ay doktor, mən 20 həkimə getmişəm, xeyir olmadı, nə oldu 21-ci həkim siz mənə kömək edəcəksiniz. Deyirəm, axı onun iynə dərmanla müalicəsi yoxdur. Təbii sullarla müalicə olunur və baş ağrısından azad olunursunuz. O ağrılar bəzən bir tərəfli görürsünüz, daimi olaraq soldan tutur, boyundan tutur, yuxarıya doğru gözə vurur və yaxud da görürsünüz, yerin dəyişir, ya soldan tutur, ya sağdan tutur. Və yaxud da görürsünüz ki, alın forma migren var, alından tutur, ağrılar. Və yaxud da görürsünüz ki, burun forması var, nəfəs ala bilmir, gicgah forması var, gicgahdan tutur və o ağrılar gözə vurur. Sonra nəticədə özünü müxtəlif formalarda göstərə bilir bu ağrılar. Ancaq təbii ki, onun müalicəsində həm apiterapiyadan, həm hiridoterapiyadan, həm müxtəlif arı məhsullarından, yəni çiçək tozundan, arı südündən, mumyadan. Mumya təbii ki, arı məhsul deyil, onu Altay dağlarından gətizdirik. Çox gözəl effekt alırıq, insanları baş ağrısından azad edirik.